iPhone 13'lər xaltası bilan gəlib başladı. Ortaqlar, sizlər üçün həmməsi 13'lərimizin lekin ən qızıqı stikerli variantından gəldi. Etibarlı bolasızlar. 16, 16 Pro, 16 Pro Max, 13'ün akı karası həmməsi stikerli variantı var. Bu stiker nə deyəni? Rəsmi üzümeydə ro'yxatdan o'tgan deyəni. Sim kartasam eSIM ham ro'yxatdan o'tgan deyəni. Həzzət işlətəsilər deyəni, öçük komida deyəni. Ortaqlar, yəni bu telefonlarımızın indi sizlərə xuş xəbəri, bu telefonlarını xohlagan yerdən baxalarını sürüşdürüb gəlsənizdə boladı. Stikerli oluşu şərt lekin. Stikerli olmasa bo'lmaydi. Deb o'ylashinizlar mumkin? Yo'q. Stikersiz variantlarni ham solishtirib kelsanizlar bo'ladi. 13, 15, 13, 16 Pro, Pro Max'lar hammasidan bor. Bularning bahasi dim arzon. Dim arzon, haqiqatda arzon. Solishtirib ko'rib kelinglar, iltimos sizlardan. 5-10 dollar arzon bo'ladi ko'rgan yerlaringizdan. iPhone 13'larni ko'rib turibsizlar. Уже xaltalab, kilalab gap başladık. İnan bir aytama, stikerli telefonlardan, stikeri ba, uzun stikeri ba telefonlardan salıştırıp görüp gelinglar baxasını. Bunun tavarına gerdə tapsanızla, əgər tapsanızla inan bir mərdə aytama, bunun həmmə giriz ölmeydi. Zor tavarlarımız, zor narxlardan qılıb bərəmiz. Həmmə izin plus dükanlarda kütəmiz.